Oraya implant koyacağıq. Bununla da pasiyent bu tərəfdə çeynəməsi tamamlanacaqdır. 4.5 diametrdir. 8 mm uzunluqdur. Aşağı çənəyə qoyacağıq bu implantı. Boş sümükdür. 4-5 diametrdir, 8 uzunluqdur. 7-ci dişin yerinə bağlayacağıq bunun. Digərini eyni ölçünü bağladıq 6-cı dişin yerinə. Bununla da xəstə bu tərəfdə çeynəməni tam bərpa eləmiş olacaq. Yedinci dişin yerinə bağlayırıq bunu. Qapağı vidasını bağlayaq ki, dəliklər açıq qalmasın implantın içində. 2 ədəd implantımızı bura qoymuş olduq. Düzgündən görünür, belə də görünür. Böyle 1 ədəd, 2 ədəd, 6-cı və 7-ci dişlər. Bu da tamamən bərpa olmuş oldu. Çox qısa bir müddətdə 10 dəqiqə çəkdi, nə qədər çəkdi bilmirəm. Burada 2 implantını qoyduq, çıxdı.